Xoş gördük əziz dinləyicilər. Sizə bir son məlumatı vermək istəyirəm. Interfaxın verdiyi məlumata görə 8 dekabrda Rusiya prezidenti Vladimir Putin yenidən 2026-cı ildə ehtiyatlı olanların səfərbərliyə çağırılması, yeni ordunun yığılmasına qərar verib. Bəzi mənalılar da bunlara məxfi qriflərlə verilib. İkinci, bilirsiniz ki, bu günləri Zelenskinin müttəfiqləri, yəni Avropada görüşdən sonra Zelenski birbaşa və Avropa müttəfiqləri də belə qərara gəldilər ki, biz Ukrayna torpaqlarından güzəştə gedə bilmərik. Bundan sonra artıq Rusiyanın heç bir yolu qalmır. Yalnız və yalnız daha kütləvi surətdə hücum barədə düşünür ki, və yaxud da bu bir psixoloji bir Ukrayna üzərinə getmədir. İkinci isə bizə ən vacib narahat edən məsələlərdən biri bundan ibarət ki, xatırlayırsa mən çox bu barədə videolar çəkmişəm ki, Rusiyada müğayət olan Rusiya vətəndaşları, Azərbaycanlı vətəndaşlar müğayət olsunlar. Çünki onlar kütləvi surətdə müharibəyə göndərilə bilərlər. Bunlar baş verdi. Sonda 772 nəfər Azərbaycanlı itkin düşüb. İtkin düşüb və bunlardan heç bir xəbər, əlamət yoxdur və bunların sayı minlərlədir. Və bunlardan 2 nəfəri ilə mən sizə tanış edəcəm. Bu günlərdə mənə verilən bir məlumata görə bunlarda biri Lənkəran sakini olan Abdullayev Rüfət Səadət oğludur. İkincisi isə Zaqataladan olan Əhmədli Gündüz Daniya oğludur. Siz təsəvvür edin, bu insanlar evdən çıxıblar və bu insanlar çörək dalıca gediblər, amma Rusiyada məcburi surətdə bunlar müharibəyə göndərilib və bir də gözlərini açıblar ki, Pokrovskda, Zaporojye istiqamətində döyüşürlər. Və bu insanların evdə uşaqları, evladları, valideynləri bunları gözləyir. Körpə uşaqları da var, hətta uşaqlarını belə görməyən bu insanlar var ki, uşaqlar təzə dünyaya gəldi. Siz təsəvvür edin, bax belə bir nümunələr Azərbaycanda həddindən artıq çoxdur. Mən bu insanların adını ona görə çəkirəm ki, bu insanlar məcburi surətdə göndəriliblər. Bu insanlar zorla göndərilirlər və bu insanlardan xəbəri olan, istər Ukraynada olsun, İstər harda olsunsa, bu barədə xəbəri olan insanlar əlbəttə xəbər versələr, məlumat versələr çox yaxşı olar və bizim Ukraynada olan dostlarımız da hər bir Azərbaycanlı üzərində əsilməlidir, əziz dostlarım. Bu günləri Rusiya faşist dövlətdir, Rusiya işğalçı dövlətdir və işğalçının yanında olmaq, işğalçının yanında vuruşmaq olmaz. Ona görə də oradan hər bir insan, hər bir Azərbaycanlı xilas edilərsə, bu əlbəttə ki, bizim uğurumuz olar. Mən bu iki qardaşımızın, həm Lənkərandan olan Abdullayev Rüfət Səadət oğlunu, həm də Əhmədli Gündüz Daniya oğlunun şəkillərini qoyacağım. Kim tanıyarsa, kim araşdırarsa, belə bir məlumatı olarsa bizə xəbər versinlər. Çünki ailələri onları gözləyir. Təşəkkür edirəm diqqətinizə görə.